Ərküdə qadın hormonlarını nizamlayır. Bundan başqa qadın hormonlarını nizamlayan qarazirə də var. Qarazirənin yağını da verə bilərsiniz. Məsələn, ud hindi bitkisi də yaxşıdır. Hormonal pozğunluqlar üçün mükəmməldir. Hətta mən sizə deyərdim ki, siz deməli 200 qram qarazirə, 200 qram ud hindi, 200 qram da ərküdə. Bunların hamısını üyüdün, toz kimi bir-birinə qarışdırın. Gündə 2 dəfə və yaxud da 3 dəfə. Bir çay qaşığı bu tozdan götürün, bir çay qaşığı da bal götürün. Bunları bir-birinə qarışdırın, verin yesin. Gündə 3 dəfə olsa lap yaxşı. 3 dəfə içə bilməsə, qoy 2 dəfə bunu içsin. Bu çox gözəl təsir eləyəcək. Həm qadın hormonlarının, həm də ümumi hormonal pozğunluqların aradan qalxmasına çox gözəl təsir edir. Bax, bir dənə faktoru deyim. Qalxanvari vəzinin pozğunluqlarında adət dönəminin də pozğunluqları baş verə bilir. Əgər siz tək ərküdə istifadə eləsəniz, ola bilər ki, sizdə proses keçməsin. Çünki ərküdə qadın hormonlarına o qədər təsir göstərir. Amma ərküdə ud hindi və qarazirənin hamısının birlikdə qəbulu həm qalxanvari vəziyə, həm də daxili sekresiya vəzlərindən hamısına stimulyasiya edici təsir göstərdiyi üçün bu çox effektiv olacaq sizin üçün inşallah.